Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. İblis faciəsinin ikinci hissəsi ilə bağlı müxtəlif məqamlara baxaq. Arif ondan üzr istəyir. Bax, bu hissədə qalmışdıq. Demək, Arif Xavərdən üzr istəyir. Xavər ona illərcə yaxın dost olduğunu, ona qarşı xoş hissləri olduğunu, kölgəsi kimi daim ardınca getdiyini deyir. Lakin onu birdən-birə unudub satdığını söyləyir. Niyə qarşısında sustuğunu soruşur. Arif susmağın başqa cür fəryad olduğunu qeyd edir. Xavər ona mən heç o yazıq qocanı da düşünmədin deyir. Arif onun qəlbini daha çox yandırıb yaxmamasını, intihara layiq biri olduğunu söyləyir. Məndən atana salam deyərsən. Gəlmişdi, lakin getdi deyərsən. Bunun atası da demək İxtiyar şeyx idi. Mən deyəsən əvvəldə babası demişdim. Baba da ata hesab olunur da. Ya nəvə demişdim, nə idisə. Yəni Xavərin atası İxtiyar şeyx idi. Arif də burada onu nəzərdə tutur. Getmək istəyərkən Xavər ondan hansı diyara getdiyini soruşur. Arif heçliyə, məzara getdiyini qeyd edir. Xavər əgər heçlik istəyirsə, Xavər əgər heçlik istəyirsə, yanında qalmağını istəyir. Arifdən getməməyini, atasının indi gələcəyini deyir. Arif ona mən yox, olmaq istəyərkən onun məndən gözlədiyini, başa düşmədiyini demək söyləyir. Cibindən yarı dolu rakı şüşəsini çıxarır və dərdlərinə təsəlli olmasını istədiyini deyir. Demək sonuna qədər, burada səhv gedib, sonuna qədər içib şüşəni kənara atır, ətrafa baxanda yerdəki tapançanı görür və güllələrinə baxır. Bunu seyr edən iblis isə xeyli məmnundur. Silahı başına tuşlayanda yaxınlaşan iblisi görür. İblis ondan bunun nə hal olduğunu soruşur, gözlərində dəhşətin parladığını deyir. Onda gizli bir hal olduğunu, aşiq olub olmadığını, dərdini, kədərini duyanın olmadığını deyir. Bir afətə vurulduğunu, könlü onda olsa da əlindən aldıqlarını söyləyir. İblis necə təəccüblüdür ki, o afətə sığınıb. Deyir ki, Arif ey doğru yol göstərən. Burada demək nə məqam var? İblis necə təəccüblüdür ki, o afətə sığınıb deyə düşünür. Arif deyir ki, ey doğru yol göstərən, rəhm elə, mənimlə əylənmə deyir. Mən çəkdiyim izdirab yetmirmi ki, sən mənə bu sözləri deyirsən? Mümkün müdür ki, o mələk mənim dostum olsun söyləyir. İblis ona gözləməsini söyləyir. Arif bir tərəfdə gözləyir. İblis qülbəyə gedib həsiri çəkir. Rəyanadan qəmli halının səbəbini, yemək istəyib istəmədiyini soruşur. Rəyana iblisdən su istəyir bu məqamda. İblis qrafində su olmadığını, Xavəri gözləməsini deyir. Arif iblisin ayaqlarına qapanıb ondan mələkmi olduğunu soruşur. Demək, İblis ondan uzaqlaşmasını istəyir. İblis getdikdən sonra Arif içəri girib həsiri qaldırır. Bu vaxt Xavər gəlir. Arifdən orada nə axtardığını soruşur. Əslində Xavər hiss eləmişdi ki, artıq Arif deyəsən Rəyananın yerini öyrənib. Arif burada bir zinət əşyasının gizləndiyini, könlünün onu tapmaq istədiyini söyləyir. Xavər orada heç bir şey olmadığını deyir. Çünki Xavər bir növ Arifi qısqanırdı da, ona görə bu demək qərara gəlir. Arif orada mələk olduğunu, zülmətdə yaşayan işıqlı ulduzun var olduğunu söyləyir. Saçlarının sanki şeir olduğunu, insan gördükdə əfsuslandığını deyir. Xavər ondan halının nə tez dəyişdiyini, xəyalının nə olduğunu soruşur. Qapının üstünə çıxıb mane olmaq istəyir. Arif ondan getməsini istəyir. Xavər isə onun getməsinin lazım olduğunu söyləyir. Yəni Arifin getməsinin lazım olduğunu söyləyir. Bir növ demək, dediyimiz kimi Xavər Rəyananın aşkara çıxmağını istəmirdi. Sonra getməməsini, onu unutmasını istəyir. Arif bunun mümkün olmadığını söyləyir. Xavər Arifə onu buraxmayacağını deyir. Arif onun təkid etməməsini, getməsini istəyir. Xavər onun sərxoş olub olmasını soruşur. Əgər onun əngəl olmamasını istəyirsə, öldürməsinin lazım olduğunu deyir. Arif onu qovur. Xavər Arifi ədəbsiz alçaq adlandırır. Arif hücum edərək onun boğazından yapışıb boğub öldürür. Niyə öldürür? Çünki Xavər bir növ icazə vermirdi artıq Rəyana ilə görüşməyə, Arifin Rəyana ilə görüşməsinə. Artıq Arif də bezir.
Xavəri öldürür. Öldürdükdən sonra Arif onun üzərini həsirlə örtür. Rəananın olduğu zirzəminin qapısını açır. Rəana onu görəndə təəccüblənir. Arif buradan tez getmələrini söyləyir. Rəana ondan harada olduğunu soruşur. Arif ondan heç nə soruşmamasını, buradan tez getmələrini, Arifin onu atmayacağını, İbn Yəminin gəlmədən tez getmələrini deyir. İbn Yəmin də həbsdən deyəsən qaçır bu məqamda. Belə məqam olmalıdır. Rəana zirzəminin göstərərkən buranın etibarlı yer olduğunu söyləyir. Arif buradan bu vəhşətdən qaçmaq lazım olduğunu deyir. Yəni bir növ Arif Rəananı aparmaq istəyirdi. İblis şiddətli qəhqəhə ilə əlbəttə qaçmalı, daha böyük cinayətlərə doğru getməlisən deyir. Bunu Arifə deyir. Bir növ burada Arifin sonunu İblis düşünürdü. Siz nə qədər uzaqlaşsanız da biz artıq birik söyləyir. Artıq İblis Arifi bir növ öz itaəti altına almışdı. İblis qapağı örtüb, üstünü həsirlə örtür. İbn Yəmin qara çavuşla gəlir, özünü işarə edərək böyük orduya başçılıq edən birinin kiçik hiylə qarşısında aciz olduğunu deyir. İstehsalı qəhqəhə ilə 3 sərsəri məni həbs edəcəkmiş deyir. Dayan bir, tapım o ədəbsizləri. Görüm onlardakı cürət nədir belə? Cibindən çıxardığı qızılları əlində oynadaraq bu qızıldakı qüvvət nədir soruşur. Daha sonra ixtiyarı soruşur. İblis indi gələcəyini, istəyinin nə olduğunu xəbər alır. İbn Yəmin tez gedib onu tapmasını istəyir. Qülbəyə girib Xavərin cənazəsini görür. Təəccüblənərək onun kimin və hansı səbəbdən öldüyünü soruşur. İblis demək xəbərinin olmadığını deyir, lakin bu vəhşətə bais olanın kim olduğunu bildiyini söyləyir. İbn Yəmin kimdir o sualına Rəanaya uyan bir səfinin olduğu cavabını verir. İbn Yəmin onların harada olduğunu soruşur. Demək İbn Yəmin gəlib bu məqamı görür. Artıq burada İblisdən məlumatlar əldə etməyə çalışır. İblis onların indicə buradan getdiklərini deyir. İxtiyar gəlib cənazəni görür. Xavəri qolları arasına alaraq ona bunun kimin etdiyini soruşur. Gündüzün qaranlığa döndüyünü, insanlardan uzaqda, meşədə yaşasalar da onlardakı vəhşətdən qaçdıqlarını, lakin fəlakətin onları tapdığını acı fəryad ilə söyləyir. Xain bəşərə müraciət edərək yer üzünün daim zülm qusacağını, bu həyatın çəkilməz olduğunu vurğulayır. Başını qaldırıb göyə doğru Tanrını demək, ona göstərmələrini, ona sözü olduğunu söyləyir. Qülbədəkilər pərişan halda çıxırlar. İxtiyar Xavərin cansız bədənini qolları arasına alıb göylərə baxır. Keçirik 4-cü pərdəyə. Görək 4-cü pərdədə hadisələr necə cərəyan edəcək. Meşə təsvir olunur. Meşədə bir cığır, ətrafda 2-3 kötük, axşam çağı. Bunlar təbii ki remarkalardır. İndi remarkanı da burada nəzm şəklində, təbii ki remarkalar onsuz da üzr istəyirəm, nəsr şəklində verilib. Remarkalar onsuz da nəsr şəklində olur. Bunu yadda saxlayın. Hər zaman remarkalar nəsr şəklində olur. Nəzmlə yazılmış əsərlərdə də belə. İndi məzmun da nəsrlə olduğuna görə, remarkalar nəsrlə olduğuna görə biraz qarışıq ola bilər. Amma yəni bunlar bilin ki, təbii ki bunlar remarkalardır. Uzaqda, bunlar da möhtəzə daxilində verilməlidir. Uzaqda həzin ney və çünki remarkalar nəsrlə, demək möhtəzə daxilində verilməlidir. Verilir daha doğrusu. Belə. Demək, uzaqda həzin ney və ya çoban tütəyinin səsi gəlir. Ağacların arasından silahlı 2 kəndli quldur çıxır. Birinci quldur taleyinin nəyə görə onlardan küstüyünü, bir ovun əllərinə düşmədiyini deyir. İkinci quldur da qismətlərində nə varsa gəlib onları tapacağını söyləyir. Birinci quldur demək və qaçaq olanda rahat bir an görülməyəcəyini deyir. Quldurlar fit səsi eşidib gələn olduğunu yəqin edirlər. Ağaclığa çəkilirlər. Ariflə Rəana bu məqamda gəlir. Arif Rəanaya onun yorulduğunu, acıdığını, oturub dincəlməsini söyləyir. Onu kötüyün üstündə otuzdurub, əlindəki dəsmalı açıb, çərəyi çıxarır. Rəana qarşılarına çıxan əngəllərin artacağından qorxduğunu bildirir. Rəana demək, bu məqamda Rəana nə deyir? Qarşılarına çıxan əngəllərdən qorxduğunu bildirir. Arif narahat olmamasını söyləyir. Güllə səsi eşidilir. Arif Rəananın qorxduğunu görüb çobanların olduğunu deyir. Rəana onların quldur olduğuna şübhəsinin olmadığını bildirir. Arif yanındakı silahı və qızılları göstərir. Quldurlar isə ağacın arasından heyrətlə onları dinləyirlər. Rəana bunları haradan tapdığını soruşur. Arif Yəhudi sərraf bir dostunu boğduğunu, burada bir növ yalan danışır. Bunları ondan aldığını deyir. Kənardan İblisin mənalı qəhqəhəsi eşidilir. Demək, Arifdə silah və qızıllar
var idi. Rəna eşitdiklərindən sarsılır. Bu vəhşəti qızıla görə etdiyinə inana bilmir. Ona bunun ləkə olduğunu bildirir. Arif bunun vəhşət yox, cəsarət olduğunu deyir. Bu cəsarəti ondan aldığını vurğulayır. Rəna ondan uzaqlaşır. Quldurlar ağacın arxasından çıxırlar. Rənanı göyərçin adlandırıb ona layiq olmadığını deyirlər. Rəna qorxur. Arif buna kədərlənməməsini söyləyir və silahını çıxarır. Rəna qolundan tutur. Quldurlar tüfənglə onları nişan alıb qızılları istəyirlər. Arif onların kim olduğunu soruşur. Quldurlar çöllərə hökm edən kral olduqları, mərkəzlərinin bu vəhşi meşənin olduğunu, buradan keçənlərin onlara bac verməli, xərac verməli, vergi verməli olduqlarını deyirlər. Arif onlardan insanlığı atdıqlarını soruşur. Onlar isə bütün qızılları tələb edirlər. Arif xəncər çəkəndə Rəna qışqırır. Quldur Rənanın qolundan tutub çəkmək istəyəndə qara plaşlı, vüqarlı, zabitə bənzəyən, qalın bığlı, gür saçlı, saqqallı simada Elxan gəlir. Elxan müsbət obrazdır. Elxan quldurları təhqir edib qızı buraxmalarını söyləyir. Ariflə Rənadan quldurların adından üzr istəyir. Quldurları Qarovulun yanına göndərir. Haqsız qan tökərlərsə Elxanın onlara cəzalandıracağını söyləmələrini tapşırır. Rəna onun gəlişinə çox sevinir. Elxana təşəkkür edir. Arif onun quldura bənzəmədiyini, çöhrəsindən zəkalı birinə bənzədiyini deyir. Elxan onun zənnində yanılmadığını, əvvəllər quldur olmadığını, əskər olduğunu, üsyan edib meşələrdə yurt saldığını, mağaralarda yatdığını söyləyir. Üsyanı da İbn Yəminə qarşı eləmişdi. Bu məqamı irəliləyən dəqiqələrdə siz öyrənəcəksiniz. Arif bunun səbəbini soruşur. Niyə, yəni meşədə, mağaralarda yatır? Elxan xain bir ərəb zabitinin, yəni İbn Zəminin xəyanəti ilə asılacağını, ordudan qaçmaq məcburiyyətini, quldur kimi yaşadığını söyləyir. Bu vaxt quldurlar 2-3 qaraçı rəqqasə ilə İbn Yəmini silahsız olaraq gətirirlər. Elxan onu tanıyır, adını soruşur. Rəna təəccüblənir. Elxan tələsməyin lazım olmadığını bildirir. İbn Yəmin adını söyləyir. Elxan demək Ariflə Rənaya onu astırmaq istəyənin İbn Yəmin olduğunu deyir. Demək İbn Yəmin bir növ Elxana xəyanət eləmişdi. Onu astırmaq istəyirdi. Elxan da ondan qisasını almaq niyyətində idi və alır da. Davam edək. Onu gördüyünə sevinir. İbn Yəmin diz çöküb əhv istəyir. Demək İbn Yəmin burada peşman olduğunu dilə gətirir, amma Elxan onu bağışlamır. Elxan quldurların qaraçıları nə üçün gətirdiklərini soruşur. Onlar isə biraz rəqs edib könlünü açmalı üçün açmaqlarını, demək burada hansı məqam var? Elxan deyir ki, qaraçıları niyə gətirmisən? Quldurlar da deyirlər ki, yəni Elxanın köməkçiləri deyir ki, bunlar rəqs edib biraz keyfimizi açarlar, ona görə gətirmişik. Elxan, yəni səbəb başqa deyil də. Elxan İbn Yəmini göstərərək belə şeylərdən onun zövq aldığını söyləyir. Rəqqasələrlə rəqs etmələrini, İbn Yəmini əyləndirməli olduqlarını söyləyir. Rəqqasə qız oxuyur. Bunları özünüz oxuyacaqsınız. Demək, rəqs bitənə yaxın göy guruldayır, İblis ağacların arasından çıxır. İblis məmnun qəhqəhə ilə bu vəziyyəti bəyəndiyini deyir. Elxan onu kimin buraxdığını soruşduqda özünün çıxdığını söyləyir. Arif onu kəramət sahibi adlandırır. Demək, Arif İblisi sahibi kəramət adlandırır. İblisin əlini öpür, onu salamlayır. Rəna da görürsünüz burada artıq Arif İblisə uymuşdu. Amma əvvəlki məqamlarda da biz görürük ki, Arif İblisə müqavimət göstərirdi. Rəna da İblisin əlini öpür, yolların onu çox yorduğunu deyir. İblis yarım qəhqəhə ilə ona dağ, daş, uçurum, dəniz, meşənin ona əngəl ola bilməyəcəyini, bütün cahanı dolaşa biləcəyini söyləyir. Elxan ondan kim olduğunu soruşur. İblis, mən heçlə doğulub, artıq burada İblis özünü bir növ təqdim edir Elxana. Deyir ki, mən heçlə doğulmuş ulu qüvvət, ulu qüdrətəm, elə güc sahibi ki, bütün dünya mənə lənət edir. Dünyada Allah varsa o da mənəm, həmişə dinlə, məzhəblə, siyasətlə dünyada fırtına qopursa, bəli, orada mən varam. Haradakı əzzəmət, dəhşət varsa, orada mən varam. Yaradılışa mən hakiməm, deyir. Elxan onu çöhrəsində nur olduğunu, əgər əsatirə inansa, ona sitayiş edəcəyini deyir. İblis qəhqəhə ilə sitayiş deyil, aləmi tutan ulu qüdrətin onda cəmləşdiyini vurğulayır. Elxan sözlərinin qarışıq olsa da onun görünüşünün abidi andırdığını deyir. Demək, Elxan bir növ demək, İblisi abidə bənzədir. İblis deyir ki, mən şərqdə abid, qərbdə rahib oluram. Bunu testdə bilirsiniz necə salır? Deyir ki, İblis özünü
Şərqdə rahib, qərbdə abid adlandırır. Təbii ki, səhv məqamdır. Deyir ki, mən şərqdə abidəm, qərbdə isə rahib oluram. Bir qazi olub fitnələr edirəm, mürşid olub aləmi bərbad edirəm. Bax, bunları İblis Elxana deyir, Arifə demir. Bəzən də papa olub cənnət satıram, İsa dirilib gəlsə, İsa'nın adı çəkilir. Daha bu sizə qalsın. Demək, hansı məqam, hansı əsərlərdə İsa'nın adı çəkilirdi? Bu sualda sizin üçün olsun. Ürəyinizdən keçir, rəydə yazarsınız. İsa dirilib gəlsə, mənim qəzəbimdən qorxar. Yaradılışdakı hər məsələ, hər fəlsəfə, hər etiqad mənə məlumdur. Bəzən bir çoban olub azad bir insan olaram. Bəzən zülmə aşiq sultan olaram. Bir inamsız vaxtında istəyərsən sadə geyimdə gənc olaram. Səhnənin işığı azalır, İblis çiynindəki əbasını, başındakı örtüyü, uzun saqqalını qoparıb atır. İlk səhnədəki kimi əzəmətli və dəhşətli görünür. Ətrafdakılar bu əzəmətdən qorxurlar. Elxan onlara həyəcanlanmamalarını deyir. İblis öz geyimində deyil, fərqli bir geyimdə, əbada gəlmişdi. Ona görə demək İblisi tanımırdılar. Elxan onlara həyəcanlanmamalarını deyir. Arif ona yaxınlaşmamalarını, qarşılarındakının İblis olduğunu söyləyir. Bütün fəlakətləri onun bais olduğunu deyir. İblis göylərə yoxsa ona sitayiş edəcəyini bilmədiyini, ona həm əlini öpdüyünü, həm də ondan qaçdığını, əvvəl ona məhəbbət göstərdiyini, sonra ədavət bəslədiyini söyləyir. Kənardan acı qəhqəhələr eşidir. Elxan bunun necə qəhqəhə olduğunu, səsin haradan gəldiyini soruşur. Birinci quldur yola baxıb ixtiyarı pərişan halda göstərir. Əsərin ardıcıllığına da fikir verin yoldaşlar. Əsərin ardıcıllığı ilə bağlı miqdə də mən dəfələrlə sual görmüşəm. İxtiyar həyəcanlı və çılğın fəryadla buranın harada olduğunu, cəhənnəmin hara olduğunu soruşur. Miqdə dəfələrlə sual görmüşəm deyəndə nəzərinizə çatmasın. Miqdən dəfələrlə kəsilmişəm. Miqdən cəmi bir imtahana keçmişəm, qəbul olmuşam. Kəsilməyi də pis hesab eləmirəm. Sadəcə yəni miq sualları ilə maraqlandığım üçün o məqamlara da diqqətlə yanaşmışam. Demək, davam eləyək. İxtiyar həyəcanlı və çılğın fəryadla buranın hara olduğunu, cəhənnəmin hara olduğunu soruşur. Sönük qəlbinə atəş istədiyini, ağlamaq istərkən güldüyünü söyləyir. Qəhqəhədən sonra, ah xavərim, kim qıydı sənə, gülüm, mən durarkən sənə heç ölüm layiqdirmi? Bir növ, demək, intiqam istəməyə gəlmişdi ixtiyarda. Deyir ki, sənə kim qıydı? Onlar, o səfil insanlar, qəlbi vicdanı sönük qaplanlar deyir. Elxan ondan dərdini söyləməsini deyir. Demək, ixtiyar burada Elxana dərdini söylüyür. Deyir ki, nə istəyirsinsə sənə köməlik eləyəcəm. İxtiyar intiqam istəyir. Bunun da istəyi intiqam idi. Elxan kimdən intiqam istədiyini soruşur. İxtiyar Tanrıdan, yırtıcı sərsəmlərdən, bu batan günəşdən, göydən, heçliyin qəhqəhəsindən deyir. Demək ki, göyə baxıb, ey sən ki, ədalətinlə fəxr edirsən, bu nə yaradılış, bu nə hikmətdir, söylə deyir. İblis ona istehza ilə o yalvarışlara baxmaz. Demək, o dünyanı oyuncaq bilən bir uşaqdır. Həm düzəldir, həm də əylənərək qırır. Bunda yəqin ki, başqa bir marağı var. İblis burada Allahı nəzərdə tutur da. Demək ki, dünyanı oyuncaq zənn edən uşaq hesab eləyən, demək, uşağı Allah hesab edir də bir növ. Elxan həqiqətən mən Tanrı olsaydım, bu insanları yaratmazdım deyir. Əgər yaratmışamsa, şad məsud edərdim. Bu mümkün olmayacaqsa, tamam yandırıb kül edərdim deyir. Belə yaşayışdan nə çıxar? Məncə bütün insanlar ya ancaq yaxşı olmalıdır, ya da pis, ya hamısı kasıb olmalıdır, ya da zəngin, ya alim olmalıdır, ya cahil, ya mələk, ya da şeytan. Bax, bu məqam, bu nitqdə düşən məqamdır. Bu Elxanın nitqidir təbii ki, bu Arifin nitqi deyildi. İblis qayıdır Elxana deyir ki, bu hissiyyat səni aldadır. Eyni olsaydı insan bezərdi, yaşayış mənasız olardı deyir. İxtiyar ona kömək etmələrini, onun üçün cəllad tapmalarını istəyir. İblis o xain gəlsə nə edəcəyini soruşur. İxtiyar ona hər cür cəza verəcəyini, əlləri ilə parçalayacağını söyləyir. İblis istehsalı qəhqəhə ilə onun yerində olsaydı, onu bağışlayacağını, İbn Yusif diri olsaydı, o da bağışlayacağını istəyir. Görürsünüz, burada Yusifin də adı çəkilir. İndi sual olunur. Yusif adı başqa hansı əsərdə keçmişdi? İxtiyar artıq bir cavan olduğunu, insanlığı atdığını, intiqam istədiyini söyləyir. Xavərin xəyalı görünür, o da intiqam istəyir. İxtiyar, bu intiqam istəyənlər də yadda saxlayın. Bunu mən
deyəsən bununla da bağlı miqdə sual görmüşdüm. Bununla da bağlı xatırlayıram, belə bir sual olmalıydı. Xavərin xəyalı görünür. Demək, Xavər də intiqam istəyir. İxtiyar onu izləyib, onu da aparmasını istəyir. Fit səsi eşidilir. Yəni, mən də ölüm aparda. İxtiyar öz övladına deyir. Fit səsi eşidilir. Elxan kimin gəldiyinə baxmalarını istəyir. Vasif İbn Yəminin çavuşu və başqa quldurla gəlirlər. Elxan Vasifdən bunların niyə kinlə baxdığını soruşur. Narahat olmamasını, buranın qaçaqlar və quldurlar yuvası olduğunu söyləyir. Rəna Vasifdən hər şeyi deməsini istəyir. Vasif ona atasının qatilinin İbn Yəmin olduğunu deyir. Aha, demək, Rənaya demək, atasının qatilinin İbn Yəmin olduğunu deyən Vasif idi. Rəna ona canavar deyir. Vasif bunları yanındakı əskərin dediyini, cibindən çıxardığı məktubların isə sübut olduğunu söyləyir. Vasif Allahın qanı yerdə qoymayacağını deyir. İblis istehza ilə bəli, əssə də adil qüvvə olduğunu deyir. Rəna qoynundan çıxardığı kiçik xəncərlə İbn Yəmini vurmaq istəyir. Elxan onun əlini tutub qadın əlinin yara bağlamalı olduğunu, bu məsud əllər qatil olarsa belə xainlər can çəkirsə də ruhlarının sevinəcəyini, onun cəzasını tapacağını söyləyir. Demək, Rəna İbn Yəmini öldürmək istəsə də Elxan ona mane olur. İbn Yəmin yalvarmaq istəyir, Elxan imkan vermir, onun göstərdiyi yerdə durur. Bu vaxt fit səsi eşidilir. Müxtəlif geyimli 4-5 qaçaq, qabaqlarında papaz, bir xaxam, İranlı bir şeyx və İranlı geyimində qoca çarşablı xəstə bir qadınla 10 yaşında quzbel, qaşları tökülmüş, gözləri şikəst, bədəni qüsurlu bir uşaq gətirirlər. Elxan onları gətirən adamdan niyə gətirdiyini soruşur. Növbətçi deyir ki, papaz ermənidir. Bunlara diqqət eləyək. Ermənistandan İncil deyə güllə daşıyırmış. Demək, İncil əvəzində güllə daşıyırmış Ermənistandan papaz. Elxan istehza ilə ondan bunun İncilin mi istədiyini soruşur. Papaz əf istəyir. Elxan onu da İbn Yəminin yanına göndərir. Növbətçi növbəti adamın fransız casusu olduğunu, Ərəbistanı qarışdıran Yəhudi keşiş olduğunu deyir. Elxan onu Tövrata uyan Dəccal adlandırır. Demək, Elxan fransız casusunu Tövrata uyan Dəccal adlandırır. Aydındır, papası yox. Onu da digərlərinin yanına göndərir. Yəni, bunları bircə-bircə öldürür də. Elxan şeyxin kim olduğunu soruşur. Növbətçi onun İngilis dəllalı olduğunu. Görək, şeyx kim idi? Şeyx də İngilis dəllalı idi. İranda demək, dəccallıq etdiyini vurğulayır. Elxan onun bu hərəkətlərinə Quranın mı təşviq etdiyini soruşur. Şeyx onu nəfsin aldatdığını, iblisin vicdanını oğurladığını deyir. İblis bunu axmaq yalan adlandırır. Şeyx diz çöküb aman istəsə də Elxan onu da ağbaşlı ilan adlandırıb digərlərinin yanına göndərir. Növbətçi onun çiynindəki heybənin sərvətlə dolu olduğunu söyləyir. Xəstə qadın şikəst uşağını göstərib onlara yol vermələrini istəyir. Növbətçi onların Kərbəlaya getdiklərini, qadının da, uşağın da xəstə olduğunu, uşağın xəstəlikdən burnunun çürüdüyünü deyir. Anasının həmişə belə inildədiyini deyir. Elxan onların niyə getdiklərini soruşduqda növbətçi şəfa üçün getdiklərini deyir. Elxan İranda həkim yoxdurmu deyə soruşur. Demək, xəstə qadın dərdlərinin çarəsinin olmadığını bildirir. Elxan onlara dərdlərinin çarəsinin olduğunu söyləyib digərlərinin yanına göndərir. İblis heyrətlə və hiddətlə baxaraq, dərdə bax, millətə bax, ölülər ölülərdən feyz alacaq. Bu məqam İblisə aid olan məqam idi, bu Arifin nitqi deyil. Elxan atəş əmri verir, xəstə qadın dayanmasını istəyir. Elxanın onların dərdlərinin çarəsinin yalnız bu olduğunu söyləyir, hamısı güllələnir. İblis yaradılışın atəşlə yaşamasına baxmayaraq onların atəşlə tərki həyat etdiklərini deyir. Elxan Vasifə İbn Yəminin cənazəsini göstərərək ona əgər İbn Yəmini izləməsəydi, onu ələ keçirə bilməyəcəklərini deyir. Ondan nə istəyirsə edəcəyini söyləyir. İblis onun Rənaya aşiq olduğunu söyləyir. Demək, burada hansı məqam var? Elxan Vasifə İbn Yəminin cənazəsini göstərərək ona əgər İbn Yəmini izləməsəydi, onu ələ keçirə bilməyəcəklərini deyir. Bir növ İbn Yəminin tapılmağına baiskar Vasif idi. Ona görə də Vasifə burada bir növ təşəkkür edir və ondan nə istədiyini soruşur. Yəni, nə istəyirsənsə, mən sənin üçün eləyəcəm. Çünki bir növ Elxan da İbn Yəmini öldürmək istəyir. Dediyimiz kimi, İbn Yəmin axı Elxana xəyanət eləmişdi. İblis onun Rənaya aşiq olduğunu bildirir. Demək, Vasifin Rənaya aşiq olduğunu biz İblisin dilindən öyrənirik. Elxan Vasifə bunun üçün heç bir maneənin
olmadığını deyir. Vasif Rənaya yaxınlaşıb onun kimin xilas etdiyini soruşur. Rəna Arifi göstərir. Vasif Arifin əlini sıxıb təşəkkür edir. Bilirsiniz də bunlar Vasif Arif qardaş idilər. Arif əlini geri çəkib onun vəzifəsi olduğunu söyləyir. Vasif bunun böyük xidmət olduğunu deyir. Arif təşəkkürə ehtiyac olmadığını, Rənanın onun cananı olduğunu, ancaq onun məmnun olmasını istədiyini deyir ki, yəni ancaq Rəna məmnun oldu, mənim üçün yetər. Yəni bir növ Arifə qəribə gəlir ki, Vasif mənə təşəkkür edir. Mən öz sevgilimi bir növ xilas eləmişəm, ona dəstək durmuşam. Vasif kimdir ki mənə təşəkkür eləyə? O məqamdan ona biraz qəribə gəlir. İblis məmnun qəhqəhə ilə Leyli bir olsa da Məcnunun 2 olduğunu söyləyər. Yəni qadın 1-dir, oğlan 2. Ona görə artıq burada problem yaranır. Görək, Rəna Vasifə onun dəli olduğunu deyir. Vasif Arifə Rənanın ya onun ya da Arifin olacağını deyir. Demək, Arif əgər Rəna ondan ayrılsa, həyatının bitəcəyini söyləyir. Vasifə onsuz ən yaxşı təsəllinin ölüm olduğunu deyib tapançasını çıxarır. Elxan Rənanın fikrinin önəmli olduğunu söyləyir. Rəna Arifin köhnə pərəstişkarının olduğunu, demək, Rənanın köhnə pərəstişkarı Arif idi. Bunu Rənanın dilindən öyrənirik. Vasifin isə yeni sevgilisi olduğu aydınlaşır. Kimin dilindən? Rənanın dilindən aydındır. Əhd etdiyini, Rəna əhd eləmişdi. Baxaq, atasının qatili kim olsa onun olacağını, onun sevgilisi olacağını bəyan eləyir. İblis də Vasifi işarə edərək Rənanın onun olduğunu söyləyir. Arif əsəbiləşir. Bir növ burada İblis aranı qızışdırır ki, Ariflə Vasif bir-birini qırsın. İblisə acıqlanır, Rənadan bu mənasız söhbəti buraxmasını istəyir. Əlində silah varkən bu təhqirə dözməyəcəyini vurğulayır. İblis sözün güclünün olduğunu vurğulayır. Arif öz-özünə, kaş qardaşım Vasifi görəydim, o zaman əcəl məni qorxutmazdı. Burada Vasifi görməsini istəyir, amma yenə də Arif bilmir ki, elə bu qarşısındakı Vasif onun qardaşıdır. Vasif də silahını çıxarıb qismətinin bu olduğunu söyləyir. İblis qismətin silahda olduğunu qeyd edir. Vasif də öz-özünə qardaşı Arifə həsrət qaldığını, ölmədən onu görmək istədiyini qeyd edir. Demək, bunlar bir-biri hərəsi öz qardaşını xəyal edir. İblis öz-özünə bir ananın 2 övladının bir-birinin cəlladı olmasının çox təəccüblü olduğunu deyir. Bu öz-özünədir də. Yəni heç birinə demir bunu. Hər ikisi silahı bir-birinə tuşlayır. Rəna araya girmək istəsə də imkan vermirlər. İblis sayır, atəş açılır. Sayan İblis idi. Atəş açılır. Vasif yaralı yerə düşür. İblis Arifi səfil adlandırır. Rənanın Vasif deyə qışqırması Arifi çaşdırır. İblis acı qəhqəhə ilə onun illərcə axtardığı qardaşının onun yolunda qurban olduğunu söyləyir. Arif Vasifi də bilirik də illərcə axtarırdı ki, bəs mənim qardaşım hardadır deyə. Demək, baxaq, İblis acı qəhqəhə ilə onun illərcə axtardığı qardaşının onun yolunda qurban olduğunu söyləyir. Demək, Vasifin Arifin qardaşı olmasını Arifə İblis deyir. Arif təəccüblənir, yaxınlaşıb baxanda qardaşı olduğunu görür. Elə bir gözləri kor imiş də, indi gözü açılır ki, qardaşımı öldürdüm ki. Onu qucaqlayıb Visalının niyə belə yaman olduğunu soruşur. Silahı çıxarıb özünə vurmaq istəyəndə Rəna mane olur. Demək, Rəna İbn Yəmini vurmaq istəyəndə Elxan mane olur. Arif özünü vurmaq istəyəndə Rəna mane olur. Demək, Rəna İbn Yəmini vurmaq istəyəndə Elxan mane olur. Arif özünü vurmaq istəyəndə Rəna mane olur. Silah əlindən düşür, Vasifdən uzaqlaşır, İblisi süzür. İblis məğrur qəhqəhə ilə bir zamanlar əzəmətli dünyaya uçmaq istəyərkən bir qızın eşqi ilə oğru sərxoş olduğunu, haqqı vicdanı buraxdığını, ixtiyarın getdiyi yolu göstərərək o səfil qızını məhv etdiyini, tökülən qanlara düşmən 2 qatil olduğunu söyləyir. Arif bu sözlərin onu məhv etdiyini deyir. Bu vaxt həzin səs eşidilir, günəş batmağa başlayır. İblis ondan bu həzin səsin nə demək istədiyinə qulaq asmağı istəyir. Ağaclar arasından skeletlər çıxıb rəqs etməyə başlayır. Arif çaşqın qəhqəhələrlə ölülər arasında gəzir. Ona doğru gəlib geri çəkilən Xavərin xəyalını görən zaman acı fəryadla bunun fəlakət olduğunu dərk eləyir. Bir növ burada Arif Xavərin xəyalını görür. Xavərin Vasifin rəqsinə heyrət etdiyini, hətta qanlı günəşin də rəqs etdiyini söyləyir. Burada artıq gözünə qəribə
demək, şeylər görünür. İblis şiddətli qəhqəhə ilə bütün qanlı günəş, qanlı üfüq, ay da, çəhrayı üfüq də rəqs edir deyir. Bütün təbiətin, ulduzlu göylərin, bütün ağılların da rəqs etdiyini söyləyir. Hər fəlsəfə, hər dini təriqət, bütün adətlər, xəyallar, həqiqətlər də rəqs edir deyir. Hüzn, fəlakət, xeyir, şər, elm, cəhalət hamısı rəqs edir. Hətta gözə görünməz Allah da rəqs edir. Rəna ondan susmasını soruşur. Üzr istəyirəm, susmasını istəyir. Ümum da iblisi bütün cinayətlərə bais adlandırır. Quldurlar da xəyanətlərə bais olanın iblis olduğunu söyləyir. İblis onun hər yerdə olduğunu, hər ölkədə, hər dildə anıldığını deyir. Hamının onu dinlədiyini, lakin ona nifrət etdiyini söyləyir. Hər kəsin ona aciz qul olduğunu, lakin ona ədavət bəslədiyini, onu təhqir etdiyini vurğulayır. Nəfsinin olduğu müddətdə iblisin əlində olacağını da söyləyir. O olmadan da od püskürən kinli kralların, şahların, ulu xaqanların, qızıl, qadın düşkünü, divanələrin insanlara rəhbərlik etdiyini söyləyir. Min cür hilə quran siyasətçilərin, fitnə, şərlə məşğul olanların varkən ona ehtiyac olmadığını deyir. Onlar olduğu üçün mən sizi tərk edirəm deyir. Heçliyə razı olaram qeyd edir. İblis nədir? Sonda iblisin monoloqu ilə əsər yekunlaşır. Əsər həm iblisin monoloqu ilə başlayıb, monoloqu ilə də yekunlaşır. Cümlə xəyanətlərə bais. Ya hər kəsə xain olan insan nədir? İblis. Bunları deyib, iblis yerin altına çəkilir. Hər kəs də ona baxır. Belə. Özünüzə yaxşı baxın. Növbəti paylaşımlarda, təhlillərdə görüşərik. Sağ olun.